Salam dostlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Birinci sinif şagirdlər üçün şifrəli əməllər, çətin bölmə test üçün izahına baxaraq gəlin vaxt itirmədən keçək sualların izahına. Sizdən 2 çıxsam 6 eləyər. Bunu tapmaq üçün 2 ilə 6-nı topluyorum. Olacaq 8. 8-dən 2 çıxsam 6 edər. 8-i yerinə yazıram. Neçənin üstünə 1 gəlsəm 8 eləyər. Təbii ki 7-ni. 7-ni yerinə yazıram. 7-dən neçə çıxsam 5 edər. Təbii ki 2. Cavab B variantı. Neçənin üstünə 2 gəlsəm 4 eləyər. 2-nin 2 yerinə yazırıq. 2. Neçədən 1 çıxsam 2 eləyər. 3. 3. 3-lə 2-ni toplayırıq. Edir 5. 5. Davam edək. Hansı 2-ni də toplasam 6 eləyər. 3. 3. 3-ü yerinə yazıram. Neçədən 3 çıxsam 7 edər. 3-dən 7-ni toplayıram. 10. 10-u yerinə yazıram. 10-dan 3 çıxıram 7. 7-dən 7-nin üstünə gəlməliyəm ki 9 eləsin. Təbii ki 2. A variantı. Baxırıq. Neçənin üstünə 3 gəlsəm 5 eləyər. 2-nin. 8-dən neçə çıxsam 2 qalar. Təbii ki 6. 6-dan neçə çıxsam 5 eləyər. Təbii ki 1. Yerinə yazıram. 2, 6. 2 ilə 1-i topluram 3. 6-dan 3 çıxıram. Qalacaq 3. Baxırıq. Deməli, burada eyni ədədlər var. Gördüyünüz kimi eyni ədədlər və 9 var. Məsələn, burada 4, 4 ola bilər. 4-ün üstünə 4 gələrək 8. 8-in üstünə də 1 gələrək eləyər 9. Tutaq ki. Bura 1 olsa, 5-dən 1 çıxaram, bura edər 4. Baxın, görürsünüz, doğruluğa artıq sübut olundu. Çünki bura 4 ola bilər. Sonra, burada 1, 1 ola bilər. 1-in üstünə 1 gələrəm, olar 2. Altı, 9-dan 2 çıxıram, 7. 7, 7-nin üstünə 3 gəlsəm edər 10. 7. 3-ün üstünə 3, 6, 7-dən 6 çıxıram, bərabərdir 1-ə. Davam edək. Hansı 2-ni dədim cəmi 6 eləyər? 3, 3 yerinə yazıram. Hansı 2-ni dədim cəmi 10 edər? 5, 5. 5-dən 3 çıxıram, qalır 2. Cavab B variantı. 8-ci suala baxıram. Neçədən 2 çıxsam 2 edər? 2-dən 2-ni toplayıram, 4 yerinə yazıram. 4-ün üstünə çəkərsəm 6 eləyər. Təbii ki 2. 2, 2, 2, 4. Bərabərdir 10. Topladıq. Davam edək. 9-cu sualına. Hansı 2-ni də toplasam 6 edər? 3, 3. 3-ü yerinə yazıram. 7-dən çıxıram 4. Hansı 2-ni də cəmi 4 edər? 2-ni. Cavab 2. B variantı. 10-cu suala baxıram. 4-dən neçə çıxsam 1 qalar? Təbii ki 3. 3-ün üstünə neçə gəlsəm 5 eləyər? Təbii ki 2. 2-nin üstünə neçə gəlsəm 9 eləyər? Təbii ki 7. Cavab C variantı. Baxırıq. Simvolun 1 olduğunu artıq bilmirəm. Harada görürəm? Yerinə yazıram 1-i. Neçədən 1 çıxsam 8 eləyər? 9-dan. 9-dan 1 çıxıram, qalır 8. 8-dən neçə çıxsam 3 eləyər 5. Yerinə yazıram. 1-dən 5 toplayıram 6. 9-dan çıxıram 6-nın bərabərdir. Baxın, misalımız belə olur. 3-ə. Baxaq. Neçənin üstünə 3 gəlsəm, bu mənə nəsə vermir. Neçədən 1 çıxsam 4 eləyər. 1-dən 4 toplayıram 5. Yerinə yazıram. Neçənin üstünə 3 gəlsəm 5 eləyər. Təbii ki 2-nin. 2-ni yerinə yazıram. 2 ilə 6-nı toplayıram, edir 8. Cavab A variantı. Neçədən 3 çıxsam 5 edər. 3-dən 5-i toplayıram 8. 8-i yerinə yazıram. Neçədən üstündən 4 gələndə 6 edir. Təbii ki 2-nin. 2-ni yerinə yazıram. Neçədən 2 çıxsam 8 edər. 10-dan. 10-u yerinə yazıram. 10-dan 3 çıxıram, bərabərdir 7-yə.
14'ə baxıram. E'miz 1'dir. Deməli, E 1'dir. Başqa nə edə bilərik? Baxın, bu 1'i bilirəm, bu hissəni bilmirəm. Bunu bir ədəd olaraq düşünürəm, A ədəd. Neçənin üstünə 1 gəlsəm 6 edər. 6'dan 1'i çıxıram 5. Baxın, bu hissənin cəmi 5'ə bərabərdir. Bura 5'dir. 5'in üstünə, yəni toplayıb 5 ala bilər ancaq buranı. 5'in üstünə 1 gəlib olub 6. Düzdürmü? Bura 5'dir. Toplayıb neçə istəyirsən denəm cəmi 5 eləyəm. Məsələn, denəm bura 4'dür, bura 1'dir. Fərqi yoxdur. Denəm 4 1'dir. Onun bir fərqi yoxdur. 4'ün üstünə 1 gələm, tutaq ki 5. 5'dən də 1 çıxıram 4. Sonuncu suala baxırıq. Ulduzlar 2'ni də toplayıb 6 alıblar. Bu ancaq 3 ola bilər. 3'ü yerinə yazıram. 2'ni də toplayıb 2 alıblar. Bu ancaq 1 ola bilər. 2'nin üstünə 1 gəlirik. 3'ün üstünə 1 gəlir 4. 4'dən 2 çıxırıq bərabərdir 2'yə. Bu da sonuncu sualıdır. Ümid edirəm ki, dərsimiz sizin üçün maraqlı və faydalı oldu. Siz də belə olduğunu düşünürsinizsə, videonu bəyənin və WhatsApp qruplarınızda, statuslarınızda paylaşın zəhmət olmasa. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə bol-bol uğurlar arzu edirəm. Görüşmək ümidi ilə.